Onsuz da kartımda pul yoxdur deyib həmin kartlarınızı kiməsə göndərməyin. Çünki o kart sizin şəxsi məlumatlarınızı daşıyır. Bu kartda pul yoxdursa, həmin məlumatlar ilə digər hesablarınızda olan pulları talayacaqlar. Bu, Daxili İşlər Nazirliyinin kiberdələduzluqla bağlı etdiyi xəbərdarlıqda öz əksini tapıb. Bəs bu proses necə olur? Bəzi hallarda boş kartlardan digər kartlara keçmək üçün mobil bankingə və ya elektron bankingə daxil olunur. Dələduzlar tərəfindən təbii ki, burada eyni ilə manipulyasiya olunaraq OTP kodu alınır və müvafiq senaryolar tətbiq olunur və vətəndaşın elektron bankinginə daxil olunaraq vətəndaşın digər kartlarındakı vəsaitlər oğurlana bilər. Həmçinin də boş kart üzərindən müraciət oluna bilər kreditə və kredit alınaraq vətəndaşı yenə də dələduzluğa qurban edilə bilər. İnformasiya təhlükəsizliyi mütəxəssisi Elvin Abbasov bildirib ki, şəxsi məlumatlarımızı hardasa paylaşmaq bizi hansısa cinayətin iştirakçısına da çevirə bilər. Buna bənzər olaraq biz deyə bilərik ki, xarici kiber cinayətkarlıq qrupları tərəfindən Azərbaycana müxtəlif vətəndaşlara phishing atılaraq onların fərdi məlumatları istənilir. Daha çox da pasport məlumatları istənilir. Bax, bu məlumatlar vətəndaş üçün hər zaman maraqlıdır ki, bunu necə edəcəklər. Bəzi xarici banklarda birbaşa pasport məlumatları hesab açmaq olur və bu hesablar böyük terror fəaliyyətlərində pulların köçürülməsi və ya ki, qara pulların yuyulması istiqamətində bir çox halda istifadə olunur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırır. Bu kimi hallarla qarşılaşan vətəndaşlar 102 zəng xidmətinə və yaxud Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər. Fidan Əsədli, Aydın Bayramov, Xəzər xəbər.